Axşamları saat 9-a işləyir. Gəlmişəm idman eləməyə. İdman zalında hal-hazırda heç bir işçi yoxdur, amma zal açıqdır, yəni girib idman eləmək olar. Görsədim ki, biz zala necə daxil ola bilərik işçi olmayanda. Deməli, tətbiq var. Tətbiq üzərindən açırıq və Bluetooth qoşulur. Çöl qapını açmağı aktiv edirik və qapı açıldı. Heç bir işçi yox, amma zal işləyir. Hər yer tərtəmiz. Zalda nələr var? Belə bir avtomat, içində müxtəlif içkilər və proteinli snacks. Zalın içərisi. Burada bir küncdə boks üçün quruşa belə bir otaqlar mövcuddur. Yəni normal saatlarda burada qrup şəklində idman olunur. Bir rəhbər ilə təbii ki. Abunəlik haqqı isə təxmini 80 manat təşkil edir və bu 80 manata bu cür daha 20-dən çox zal daxildir. Paytaxt ərazisində yerləşən müəyyən seçilmiş zallarda eyni pulla keçib idman eləmək olar.